Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İmam-ı Tirmizi rahmetullah Sünen kitabında 2516 nömrəli hədisdə, həmçinin İmam Əhməd ibn Hanbəl Musnad kitabında Abdullah ibn Abbas radiyallahu anhumadan hədis rivayət eləyirlər. Hədisdə belə gəlir: Kuntu xalfən nəbiyyi sallallahu aleyhi və səlləm yevmən. فقال النبي صلى الله عليه وسلم يا غلام إني أعلمك كلمات احفظ الله يحفظك احفظ الله تجده تجاهك. Uzun hədisdir bu. Sadəcə ilk cümləsini bugün inşallah şərh eləməyə çalışacaq. Gələn dərslərdə də qalan hissələrini. Abdullah ibn Abbas radiyallahu anhuma rivayət eləyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin arxasında idim. Və mənə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ey gənc, sənə kəlmələr öyrədəcəm. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi ki, Allahı qoru ki, o da səni qorusun. Allahı qoru ki, onu qarşında tapasan. Hədisin ilk cümləsinə gələk, qardaşlar. Abdullah ibn Abbas hədisin ravisidir. Abdullah ibn Abbas Peyğəmbər s.ə.v-in əmsi oğludur. Abbas radiyallahu anhu Peyğəmbər s.ə.və ilk iman gətirənlərdən idi, həm də sahabələrdən. Həm də Muhammed s.ə.v-in əhl-i beytindəndir, əmsidir. Və hədisin ravisi də Peyğəmbər s.ə.v-in əmsinin oğludur. O da əhl-i beytdən. Künyəsi isə Əbul Abbasdır. Yəni, öz oğluna atasının adını qoyub. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasındaydım. Ehtimal var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yeriyirdi, o da Peyğəmbər sallallahu aleyhi ve sellem arxası ilə gəlirdi. Ehtimal var ki, minikdə idilər, Peyğəmbər sallallahu aleyhi ve sellemin tərkində idi. Hər iki ehtimal var. Və bu hadisə nə vaxt olur, qardaşlar? Həc əsnasında olur. Peyğəmbər s.ə.v vədə haccını edərkən. İlk cümləsinə baxın. Birincisi, Abdullah ibn Abbas bu hadisə baş verərkən gənc olur. Yəni, həddi bulğa çatar-çatmaz bir yaşda olur. Onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hətta gənc olsa belə ona dəyər verərdi. Hətta həddi bulğa çatmamış olsa belə, madəm ki bir insanda İslam sevgisi, din sevgisi olardı, Peyğəmbər s.ə.v ona üstünlük verərdi, onunla oturub durardı, hətta onunla gəzərdi. Sadəcə vəzifəçilər, varlılar, güclülər Peyğəmbər s.ə.v bunları axtarmırdı. Kim İslam üçün mənfəətli idi, kim İslama xidmət eləyirdi, Rasulullah s.ə.v onlara daha çox dəyər verirdi. Və Peyğəmbər s.ə.v-in qardaşlar müraciət formasına baxın. Ey gənc, bu biraz da insanı həvəsləndirir. Uşaq demir Peyğəmbər s.ə.v, demir ki, ay uşaq, balaca. Çünki bu qəlbi sındıra bilər, balaca uşaq da olsa, biraz şişirdilmiş formada, belə deyək, biraz təqdir formasında çağıranda, onun qəlbi səni dinləməkdən ötürü açılır. Həvəslənir səni dinləməkdən ötürü. Çünki sən ona dəyər verirsən. Sən bir uşağa nəsihət eləmək istərsən, hətta 5 yaşında, 3 yaşında,
abala, ay uşaq, abalaca deyib müraciət eləsən, o səni dinləmək istəməyəcək. Bəlkə də o saat təqdir eləyən nə var, səni dinləmək istəyək, lakin səndən belə onu alçaldıcı ifadə gördüyünə görə ola bilsin qəlb, könül qulağı açılmıyor sənə. Peyğəmbər s.ə.v hikmətinə baxın, Peyğəmbər s.ə.v ədəbinə baxın. Həm bir gənci həddi buluğa çatar-çatmaz birini təqdirə qoyur, həm də onu gənc formasında çağırır. Və sonra deyir ki, mən sənə kəlmələr öyrədəcəm. Bu da həmçinin elm əhli deyir ki, elmi uslubdandır ki, insan bir şeyi danışmaq istədikcə, öncə onun qısa və konkret mənasını desin ki, o adam hazır olsun ki, görəsən indi mən nə öyrənəcəm. Sonra onun açıqlamasını, onun təfsilatını cəmaata başa salsın. Və dedi ki, mənə Allahı qoru, Allah da səni qorusun. Bu hədisi qardaşlar əzbərləyin. Dedi ki, mənə Allahı qoru ki, Allah da səni qorusun. Peyğəmbər s.ə.v-in Abdullah ibn Abbasa olan tövsiyəsidir bu. Nə deməkdir bu? Allahı qoru, Allah da səni qorusun. Baxın, burada şərt və məşrut var. Yəni, şərt qoyulub və o şərtin nəticəsi var. O şərtin səmərəsi var. O şərtin mükafatı var. Şərt nədir? Mən sənə telefon hədiyyə eləmək istəyirəm. Bu telefonların birini sağ vermək istəyirəm. Sənə şərt qoyuram ki, məscidə gəl ki, mən bu telefonu sənə verim. Sən bu telefona sahib olmaq üçün şərt nədir? Məscidə gəlməyin. Allah Azze və Cəllə, baxın bu hədisdə nə deyir? Bu hədisin mənasında nədir? Peyğəmbər s.ə.v şəriətimizdə olan Allah qorumağı, səni qorumağının şərtini nəyə bağlayır? Allahı qoru ki, Allah da səni qorusun. Allahı qorumaq, qardaşlar, nədir? Allahı qorumaq deyəndə mənası odur ki, Allahın qoyduğu hədləri qoru. Allahın qoyduğu hədləri, sərhədləri qoru. Allah bir kişiyə haram eləyib ki, getsin başqa qadınla zina eləsin. Həd nədir? Öz zövcənlə sadəcə. Allah halal içkiləri qoyub, haramları həd qoyub, sərhəd qoyub ki, sərxoş edici içkilər içmə. Narkotik maddələr işlətmə. Sənə həd qoyub, bu həddi aşıb, gedib haramlar eləmək. Haqsız yerə qan tökmək, terror eylemləri etmək. Bunların hamısı Allahın izin vermədiyi, qoyduğu sərhədlərdir. Buna ulaşmamaq üçün qoyduğu sərhədlərdir. Sən bu sərhədi açıb gedib, Allahın qoyduğu həddi aşma. Əgər sən Allahın qoyduğu hədləri qoruyarsansa, Allahın nazil etdiyi şəriəti qoruyarsansa, Allahın əmrlərinə ittiba edib, qadağan etdiklərindən çəkinərsənsə, sən o zaman Allah Azze və Cəllənin qoyduğu həddi, Allah Azze və Cəllənin qoyduğu şəriəti qorumuş olursan. Və bunun müqabilində Allah da səni dünya və axirətdə qoruyur. Əgər qorunmaq istəyirsənsə, şəriəti qoru, Allah da səni qoruyacaq. Həm dünyada qoruyacaq, həm axirətdə. Dünyada Allah Azze və Cəllə ağlını səfihlikdən qoruyacaq. Ona görə o insanlar ki, baxın, o insanlar ki, şəriəti şəxsi mənfəətlərinə görə işlədirlər, şəxsi mənfəətlərinə görə şəriəti danışırlar, insanları Allaha deyil, öz ətraflarına, öz nəfslərinə görə çağırırlar, o insanların bir növ ağlında səfihlik var. O insanlarda bir növ səfihlik var. Allahla insanı aldadanlarda bir növ səfihlik var. Çünki Allah onları qorumur. Kölgələrindən də qorxurlar, hər şey kimlə danışanda özlərini ötürürlər. Əgər sən Allahın şəriətini qorusan, qoyduğu hədləri qorusan, həddini aşmasan, haramlardan uzaq
durub, tamamilə Allahın əmrlərini yerinə yetirsən, Allah səni dünyada və axirətdə qoruyacaq. Dünyada qoruyacaq ağlını səfihlikdən, bədənivi xəstəliklərdən, malını tələf olmaqdan, canına zarar gəlməkdən, ailəni salamat saxlayacaq Allah Azze və Cəllə. Dinini də qoruyacaq. Allah səni xeyirlərdə muvaffaq eləyəcək. Gələcəyini parlaq eləyəcək. Allah səni salih əməllər etməkdə muvaffaq eləyib, salih əməllər etməyi asanlaşdıracaq və haramlardan Allah Teala çəkinməyin üçün sənə güc verəcək. Axirət günü Allah Azze və Cəllə cəhənnəmin ateşi insanların ürəklərini, boğazlarına gətirdiyi vaxtı Allah Teala səni o cəhənnəm əzabının qorxusundan əmin saxlayacaq. La tahinu və la tahzanu və entumul a'launa in kuntum mu'minin. Qəmlənməyin, qüssələnməyin və siz qələbə çalacaqsınız əgər mömin olsanız. Dünyada və axirətdə. Ona görə qardaşlar, əgər qorunmaq istəyiriksə, ağlımızın, elmimizin, qəlbimizin, malımızın, mülkümüzün, ailəmizin və həmçinin dinimizin, kişiliyimizin, əxlaqımızın hər tərəfli qorunmağını istəyiriksə, mütləq Allah qoyan hədləri gərək aşmayaq, şəriəti gərək aşmayaq. Allah Azze və Cəllə bizləri muvaffaq olan bəndələrindən etsin. Allah Azze və Cəllə bizləri bu dünyada sabit qədəm olanlardan eyləsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl eləməyi nəsib eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə əlihi və ashabihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.